özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Bəli, anam günü barəsində danışdığımız zaman ilk öncə bizim zehnimizə şəhidlərimiz gəlir. Şəhidlərimiz barəsində biz az-çox danışmışıq və sizin bu barədə məlumatınız var. Və biz şəhidlər barəsində danışdığımız zaman dedik ki, şəhidliyi İslam dinini öyrətdi. Şəhidliyi insanlara İslam dini öyrətdi. Və İslam dinindən əvvəl müharibədə dünyasını dəyişənlərə həlak oldu deyirdilər. Amma İslam dinindən sonra dedilər ki, şəhid oldu. Şəhid dedi ki, Allah Taala'nın adlarındandır, Allahın isimlərindən biridir. Şəhid Allahın isimlərindəndir. Allah öz adından verir Allah yolunda canını fəda edənlərə. Və qeyd etmək istəyirəm ki, nə üçün şəhid? Allah Taala'nın az-çox bir sıra isimləri barəsində məlumatımız var. Nə üçün şəhid? Şəhid yəni şahid olan deməkdir. Niyə şahid olur şəhid? Şəhid Allah qatında məqamına şahid olur. Bizim Allah yanında olan yerimiz məlum deyil, biz bilmirik harda olacağı. Amma şəhid hələ dünyada ikən Allah Taala onun gözündən pərdələri çəkir və o şəhid Allah qatında olan məqamını görür. Və xatırlayırsınız, Təsua söhbətlərində qeyd olunub ki, İmam Hüseyn əleyhissalam şəhidlərə öz məqamını göstərir və şəhidlər Allah yanında məqamına baxır, amma Həzrət Abbas İmam Hüseyn əleyhissalama diqqət edir. Və bu həmin mövzular içərisində Peyğəmbərimizin kəlamı var. Həzrəti Peyğəmbər sallallahu buyurur ki, Əşrəful maut, ən şərəfli ölüm əş-şəhədə, şəhid olmaqdır. Ən şərəfli ölüm. Olar ki, Allah onlara bəsirət nəsib edib. Ya dində bəsirət nəsib edib, ya onlar irfani məqama çatmış insanlar olub, ya yəqin əhli olublar. Dualarında bu cür olub ki, ilahi bizlərə şəhid olmaq nəsib etkinə. Məsələn, əgər insanın imanı zəifdirsə, əgər şəhidin məqamından xəbəri yoxdursa, o şəhidliyi arzu etməz. O insan ki, bilir Allah Taala şəhidlərə nə cür xüsusi məqam verir, əlbəttə ki, o insan dünyadan köçərək şəhid olaraq köçməyi Allah Taaladan təmənna edir, Allah Taaladan arzu edir. Peyğəmbərimiz şəhidlik barəsində bir çox kəlam buyurub. Hələ Peyğəmbərin sözünə keçməzdən öncə Quran-ı Kərimdə Allah Taala şəhidlər barəsində buyurur ki, Allah yolunda öldürülənlərə ölü deməyin, bəl əhyəun, əksinə onlar diridirlər və Allah yanında olan ruzilərdən istifadə edirlər. Əlbəttə, bizim onların diri olmasını anlamağımız çətin məsələdir. Necə Allah Taala onlara diriliyi nəsib edib, necə onlar diridilər, şəhidlər necə diridilər, onların bir xüsusi diriliyi var. Başqa bir kəlamda var. Başqa bir kəlamda Allah Taala şəhidlərin sözündən buyurur. Şəhidlərin sözündən buyurur ki, şəhidlər bu cür deyirlər. Allah yolunda döyüşənlər bu cür deyirlər. Deyirlər ki, iki gözəllikdən biri bizə nəsib olacaq. İhdəl husnəyeyn. Tövbə surəsindədir bu həmin ayə. Deyir, iki gözəllikdən biri bizə nəsib olacaq. Ya biz qələbə qazanacağıq, zəfər çalacağıq, yaxud şəhid olacağıq. İki gözəllikdən biri bizə nəsib olacaq. Şəhidlər bu sözü deyirlər. Və Peyğəmbər zamanında onlar ki, Peyğəmbərlə birlikdə idilər, şəhidlik məqamını bilirdilər. Peyğəmbərimizə deyirlər ki, Peyğəmbər, dua etkinən ki, mən şəhid olum. Dua etkinən ki, mən şəhid olum. İstisna var. Necə ki, bugünkü dövrümüzdə hərbi xidmətə, çağırışda, müharibədə iştirak edən insanlar barəsində müəyyən yaş həddləri, sağlamlıq imkanları nəzərə alınır. Peyğəmbər zamanında da bu cür idi. Yaş həddləri, sağlamlıq imkanları və hətta Peyğəmbər zamanında Həzrəti Peyğəmbər baxırdı ki, bu evin tək uşağıdır və ondan başqa bir adam yoxdursa,
Peyğəmbər onu döyüşə aparmağa icazə vermirdi. Adam təkidlə Peyğəmbər mənə icazə ver, mən döyüşdə iştirak edim. Peyğəmbərimiz buyururdu ki, sənin evdə valideyninə xidmət etməyin, belə döyüşdə, müharibədə iştirak etməyin savabını verər. Və Peyğəmbərimizin zamanında bir yaşlı kişi var idi. Peyğəmbərin yanına gəlir, deyir, ey Allahın Rəsulu, mən döyüşdə iştirak etmək istəyirəm. Hətta rəvayətdə qeyd olunur ki, axsamağı da var idi. Yəni, rahat yol yeriyə bilmirdi. Axsamağı da var idi. Peyğəmbərimiz buyurur həmin yaşlı şəxsə ki, Allah Taala səndən cihadı götürüb, mən sənə nə cihadı apara bilərəm. Adam çox təkid edir. Deyir, ey Allahın Rəsulu, onsuz da mən bir zaman dünyadan keçəcəm. Nə xoş mənim halıma ki, mən şəhid olaraq dünyadan keçim. Nə xoş mənim halıma ki, şəhid olaraq dünyadan keçim. Adam bunu təmənna edirdi, bunu arzu edirdi. Şəhidlər barəsində Quran-ı Kərimdə Allah Taala başqa bir ayədə buyurur ki, İnnəllâhe iştərâ minəl mu'mininə ənfusəhum. Həqiqətən Allah Taala möminlərdən onların canını alır. Möminlərdən alver edir. Allah Taala bəndə ilə olan ticarətindən danışır. Ki, bu dünyada hamı ticarətlə məşğuldur, elə sübh açıldı, hamı ticarətlə məşğuldur. Ya satır, ya alır. Hamı ticarətlə məşğuldur. Deyir ki, Allah Taala möminlərdən onların canını alır. Neyin müqabilində? Və ənvəluhum, və onların mallarını alır. Neyin müqabilində? Bi ənnə ləhumul cənnə. Onun müqabilində ki, onlara cənnət verir Allah Taala. Onlar ki, Allah yolunda ölürlər, öldürürlər. Bax, bunlara Allah Taala cənnət nəsib edir. Və həmçinin bizim dini mövzularımızda belə bir mövzu var ki, o insanlar ki, cəmiyyətdə daha faydalıdır, daha xeyirlidir. Biz bilirik ki, bir sıra peşə sahibləri var ki, onlar cəmiyyətdə daha çox fayda verirlər və onların qiyməti, dəyəri çox üstündür. Çünki onlar insanlara fayda verirlər. Və hətta bir sıra kəlamlarda, hədislərdə göstərilir ki, onlar digər insanlardan üstündürlər və üstünlüyü bu baxımdandır ki, faydası var onların, xeyri var onların. Və hətta elm baxımından var kəlamlarımızda ki, baxın cəmiyyətimizdə hansı elmə daha çox ehtiyac var? Cəmaat nədən çox ehtiyac duyur? Həmin peşəni öyrənin, həmin sənəti öyrənin. Və o cümlədən Peyğəmbərimizdən, imamlarımızdan gələn kəlamda var. Deyir, xeyrun nas, insanların ən xeyirlisi ənfəəhum linnas. İnsanlara fayda verən insandır. Ən xeyirli insan odur. Ən xeyirli insan o kəsdir ki, cəmaata bunun faydası var, xeyri var. Hətta üstəlik başqa bir kəlamda bu cür qeyd olunur. Əhəbbun nas iləllah. Allah qatında, Allah yanında ən sevimli insanlar içərisində kimdir? Biz bilirik ki, neçə ayələr var idi, onları oxumuşduq ki, Allah kimləri daha çox sevir. Allah kimləri daha çox sevir. Deyir, əhəbbun nas iləllah. Allah insanlar içərisində ən çox sevdiyi insan ənfəəhum linnas. İnsanlara daha çox fayda verən insandır. O kəs ki, cəmaata, cəmiyyətə daha çox fayda verir, o insan daha çox Allah qatında sevimli insanlardandır. Və həmçinin şəhidlərimiz nəinki öz ətrafında olan insanlara, bəlkə bütün xalqına nicat verən insanlardır. Və elə o səbəbdəndir ki, Allah Taala şəhidlərə şəfaət məqamı nəsib edir. Məsələn, biz diqqət edəsək görərik ki, şəhidlərin nə qədər niyyətləri safdır. Əgər xatırlayırsınızsa, biz Məhərrəm söhbətlərinin ilk 10 günlüyündə danışmışdıq şəhidlərin xüsusiyyətləri barəsində. Şəhidlər hansı xüsusiyyətə malikdir? Mümkündür, adam namaz qılır, oruç tutur, ziyarətə gedir. Mümkündür, amma niyyəti təmiz deyil, qəlbi təmiz deyil. Çox yaxşı olar ki, insan ilk öncə niyyətini saflasın, niyyətini təmizləsin. Niyyəti bilirsiniz təmizləmək nədir? Hamı üçün xeyir istəyəsən. Qəlbində paxıllıq olmasın, həsəd olmasın, hamı üçün yaxşılıq istəyəsən. Bax, bu niyyətin gözəlliyidir.
Bəlkə siz də izləmisiniz. Həmin kadrlardan mən istəyirəm ki, o dövrdə baş verən hadisələrdən istəyirəm danışım sizə. O şəhidlərimizin şəhid olmazdan əvvəl dəqiq xatırlamıram hansı bölgədən idi həmin şəhid. Belə bir çəkiliş edir. Deyir ki, mən gedirəm müharibəyə və istəyirəm mən şəhid olum. Ona görə şəhid olum ki, bizim kəndimizin yolu pisdir. Bilirəm ki, şəhidlərin küçələrinə asfalt çəkirlər. Mən şəhid olum, qoy bizim yolumuza asfalt çəksinlər. Şəhidin niyyətinə baxın, şəhidin arzusuna baxın. Mən şəhid olum, qoy cəmaatın palçığa batmasın. Qoy şəhid olmağının niyyəti nə qədər alidir. İnsanları düşünür. Hələ şəhid olması ilə nə qədər insanlara töhfə verir. O cümlədən bunların hamısını nəzərə alaraq, əlbəttə ki, şəhidlər hamımızındır. Quran-ı Kərimdə Allah Teala buyurur ki, şəhidlər hamımızdan üstündür. Allah Teala buyurur ki, Fəzzələllahul mücahidinə ələl-qaidin. Allah döyüşdə iştirak edənləri, hələ şəhidlik yox ha, bir döyüşdə iştirak edənlər, iştirak etməyənlərdən daha üstündür. Allah onlara bu üstünlüyü bəxş edib. Allah Teala bu üstünlüyü onlara verib. Və həmin hadisəni, həmin zamanı mən xatırlayıram ki, demək, birinci dəfə idi mən şəhid dəfnində iştirak edirdim. Bir çox dəfnlərdə iştirak etmişdim. Amma şəhid dəfnində birinci dəfə idi mən iştirak edirdim. Çox başqa bir ab-hava var idi. Yəni, adi insanın dünyadan köçməsindən fərq eləyir şəhidin dəfn mərasimi. Nə üçün fərq edir? Fərq edir ona görə ki, hamı şəhidi özünki bilir. Şəhid evdən çıxır, amma elin olur. Elin olur. Birinci, bizim 2-ci Qarabağ müharibəsində birinci şəhidlərimiz biri Pasolkadan idi, qəsəbədən idi, Elcan idi və ikinci şəhidimiz Orxan idi, Savxozdan idi. Mən əlbəttə ki, ilk olaraq şəhid Elcanın şəhid olmasının xəbəri gəldi və oradaydıq. Və nəzərdə tutulmuşdu ki, orada bir neçə metr məsafə maşınla gedəcək, bir neçə metr məsafə piyada gedəcək və daha sonra maşınla gedəcək. Şəhidi maşınla dəfn edəcək. Təqribən o şəhidin dəfn olunduğu yerə qədər təxminən mən deyirəm, hardasa bir 3 kilometrə yaxın məsafə olardı. 3 kilometrə yaxın məsafə olardı. O qədər izdiham vardı, o qədər cəmaat iştirak edirdi. Demək, cəmaat etiraz elədi. Cəmaat etiraz elədi ki, maşın getsin. Şəhid maşında yox, bizim çiynimizdə gedəcək. Əleyhissalam. Şəhid bizim çiynimizdə gedəcək. Həmin o kilometr məsafə cəmaatın çiynində, yaxud hərbiçilərin çiynində, cəmaatın iştirakı ilə, izdihamı ilə, milli və dini şüarlar səsləndirməklə həmin şəhidin dəfni təşkil olundu. Və bu günləri bizim qəbirstanlığımızın bir güşəsində şəhidlərin dəfn olunduğu yer var. Şəhidlərin məzarı var. Ona biz şəhidlər xiyabanı deyirik, kəndimizin şəhidlər xiyabanı deyirik. İnşallah namaz bitəndən sonra şəhidlərimizin məzarını ziyarət etməyə gedəcəyik. Allah Teala bütün şəhidlərimizə rəhmət etsin. Allah Teala şəhidlərimizin ruhunu şad etsin. Allah Teala şəhidlərimizin məqamını ali etsin və şəhidlərimizin ailələrinə Allah Teala səbir, can sağlığı nəsib etsin. Allah Teala qazilərimizə can sağlığı versin. Allah Teala qazilərimizə səbr inayət etsin. Allah Teala'dan duamız budur ki, istər 1-ci Qarabağ müharibəsində, istər 2-ci Qarabağ müharibəsində xidmət göstərən hərbiçilərimizə Allah Teala can sağlığı nəsib etsin. Allah Teala vətənimizin, xalqımızın xeyri üçün, mənafi üçün çalışan hər bir kəsə can sağlığı və göstərdiyi işində müvəffəqiyyət nəsib etsin. Allah Teala xalqımızın, dinimizin düşmənlərini məhv etsin. Allah Teala bizim ölkəmizdə və dünyanın hər bir yerində
sülh və əmin-amanlıq bərqərar etsin. Allah Taala hərbiçilərimizi, əsgərlərimizi, vətənimizi, torpağımızı qoruyanları öz nuru ilə hifz etsin. Allah Taala o həmin torpaqlarda, azad olunmuş torpaqlarda və ümumən ölkəmizin hər bir yerində azan sədalarını daim qərar versin. Allah Taala üç rəngli bayrağımızı ölkəmizin hər bir yerində dalğalanmağını nəsib etsin. Allah Taala inşallah bütün xəstələrə şəfa versin. Allah Taala dünyadan köçən bütün müsəlmanlara rəhmət etsin. Allah Taaladan duamız budur, bütün müsəlmanları salamat etsin. Allah Taala çətin şəraitdə yaşayan bütün müsəlmanlara çətinliklərindən nicat versin. Allah Taaladan duamız budur ki, müsəlmanlar arasında vəhdət, birlik bərqərar etsin. Allah Taala inşallah zəmanəmizin imamının zühuru üçün bizi hazır olanlardan qərar versin. Allah Taala bizi o Həzrətin layiqli ardıcıllarından qərar versin. Allah Taala ən gözəl, ən xeyirli duaları bizim və bütün müsəlmanların barəsində qəbul etsin inşallah.